Mən bir haşiyə çıxım. Baxın, bəzi hallar mümkündür. Zehnimizə sual verənə, mənim də, sizin də. Məsələn, dərs barəsində. İstəyir ki, dərs tələbənin zehnində təsir qoysun, hər şeyi anlasın, ona xoş təsir bağışlasın, dərsi anlasın. Gələk insan müəyyən adımlar atmalıdır. Deməli, dərs istəyən adam birinci olmalıdır dərin elm əhli. Çox savadlı olmalıdır. İkinci, savaddan əlavə olmalı araşdırmacı. Üçüncü, loru dillə onu izah etməyi bilməlidir. Loru dillə izah etməyi bilmək üçün də bu adam çoxlu dərs keçsin və çoxlu təbliğ etsin, cəmaat içərisində olsun. Dördüncü, tərəfin özü, yəni dərs keçən adamın özü o dərsi anlamalıdır, başa düşməlidir, yoxsa təsir eləməyəcək. Beşinci, danışmalı bu adam içdən, sevə-sevə danışmalıdır. Həm o sahəni, həm o dərsiyi. Altıncı, çıxış edən adam o mövzuya inanmalıdır. İnam olmayanda danışığında hiss olunur ki, bu adam danışmır ürəkdən. Yeddinci, tərəfi sevməlidir. Tələbəni deyək, şagirdi deyək, onu sevməlidir. Sevdiyi üçün ona ürək yandırmalıdır. Mən bunları indi qeydlərim, harasa 7 dənə hələ öz zehnimdən gələm ki, tələbələr rahat anlasındır. Nə qədər qəliz dərs olsa, mən özüm dərs almışam ustadlardan, qəliz dərsləri. Bizdə müəllim vardı, həqiqətən əcdah idi. O qədər onu loru dillə izah edirdi. İnsan sanki bazarlıq edir, gələ yuyur, bişirir, qoyun insanın qarşısında, qaşınan səhvzadı deyirsən, bunu ut. O üçün gələk, insan dediyim şərtlərə malik olsun. İllərən qoymalıdır. Sonra olur ustad, o adları ustad. Yəni, səni ortaya çıxardır, sən əmlərlə, məsələn, dəstək olur. Bunları səhətçi eləyən adamdır. O üçün deyəm ki, hamiyə tələsiz ustad deməyin ki, özünüzü Allah etməmiş kimi ilərsiz yarı yolda qalmış olarsınız da. Mütəxəssis olmalıdır və dediyim bu hələ zehnimdən düşdük bəyabəlik dərs arası qeydlədim. 7-8 dənə şərtlə insan elə bilər ki, qəliz dərsi tələbənin zehnini tam rahat otuzdursun.